Salam millət, bugün fonetikanın artıq ikinci hissəsini çəkəcəyik. Birinci hissəni kanalımdan tapa bilərsiniz. Orada ümumi fonetika haqqında məlumat, saitlər, eyni zamanda ahəng qanunu haqqında məlumat vermişəm. Bugünkü videomuzda isə samitlər haqqında danışacağıq və heca, vurğu haqqında ümumi məlumat verəcəyik. Və beləliklə fonetikanı yekunlaşdırmış olacağıq. Üçüncü part videosunu da çəkməyi düşünürəm ki, üçüncü hissədə artıq fonetika haqqında xüsusi qeydlərimi orada qeyd eləyəcəm. Gəlin vaxt itirmədən videoya keçək. Əvvəlcə görək samitlər nələrdir? Saitlər dediyimiz kimi heç bir maneəyə rast gəlmədən tələffüz olunan səslərimiz idi. Samitlər isə müəyyən qədər maneəyə və küyə rastlaşaraq tələffüz olunurlar. Samitlər iki cür olur. Gəlin ümumi yazaq. Samit iki cür olur. Çar samitlər və cingiltili samitlər. Deyə bilərsiniz ki, müəllimə, bunlar asandır. Amma mən yenə də qeyd edirəm, biz burada fonetikanı sıfırdan təməl bilgilərini öyrənəcəyik. Yəni, təməli öyrənirik deyənə hər xırda şeydə sizin üçün qeyd eləməyi düşünürəm. Ona görə də yəni, burada həm asan, həm də çətin belə deyim də, hissələrə toxunmuş olacağım. Samitlərimizin daha qeyd eləməyəcəm ki, çar samitlər nələrdir, cingiltili samitlər nələrdir. Ümumi samitlər haqqında deyim ki, əgər bizdən testdə soruşsa ki, belə deyim də, burun samitlərimiz nələrdir? Burun samitləri. Bunları bir məncə qeyd edin, çünki topluda qabağımıza çıxa bilər. Burun samitlərimiz m-dır və n-dır. M-n. Baxın, tələffüz eləyəndə burundan tələffüz olunurlar. Soruşula bilər, deməli, sonor samitlərimiz, sonor samitlərimiz. Bunlara aiddir L samiti, M samiti, N samiti və R, yəni R samiti. Bu dördü bizim sonor samitlərimiz hesab olunacaq. Sonor samitlərin qarşılıqları yoxdur və onlar nisbətən, digərlərinə nisbətən daha az maneəyə rast gəlinərək tələffüz olunurlar. Daha sonra sizdən soruşula, bir də buna diqqət edin ki, cingiltili qarşılığı olmayan samit deyiləndə, yazıram, cingiltili qarşılığı olmayan. Deməli, bura aiddir, cingiltili qarşılığı yoxdursa, H samiti aiddir. Çünki bu çar samitdir, bunun cingiltili qarşılığı yoxdur. Amma bu l-m-n-r samitlərinin çar qarşılığı yoxdur. Çar qarşılığı yoxdur. Yəni, testdə bizi çaşdıra bilərlər ki, çar qarşılığı yoxdursa bunlar gedir. Çünki bunlar nədirlər? Cingiltili samitlərdirlər. Amma cingiltili qarşılığı yoxdursa, deməli bu çar samitdir ki, cingiltili qarşılığı yoxdur da. Burada aiddir H samiti. Yəni, bunun testdə diqqətli olmaq lazımdır. Aha, bəzi samitlərimiz var ki, bunlar tələffüzdə var. Amma belə deyim də, məsələn, İX samitidir. Tələffüzdə var, bunun yazıda qarşılığı yoxdur. Bəzi səslərimiz var ki, məsələn, tələffüzdə bu K samitidir. Amma yazıda biz bunu yenə də K ilə göstərəcəyik. Yəni, bu K iki hərf verəcək. Bir K, bir də K. Və bu ştrix önəmlidir. Niyə önəmlidir? Məsələn, testlərin birində belə bir şey var ki, tələffüzü səhv göstərilən variantı müəyyən eləyin və cavabı götürüblər, tutaq ki, bu variantdır. Tələffüzdə belə verilib. Ekvator. Baxın, bu tələffüzdə K olacaq, ekvator. Bunun düzgün tələffüzü ekvator olmalıydı. Ona görə bu səhv götürüləcək. Yəni, belə şeylərdə diqqətli olun. Baxın, sadə görsənə bilər, amma elə sadə ilə bizi vururlar. Belə, samitlər haqqında ümumi məlumatı verdim. İndi gəlin keçək xüsusi samitlərdən danışmağa, yəni hər bir samitin özünün xüsusiyyətindən danışacağıq. Əvvəlcə danışaq elə K hərfindən. K hərfi. Deməli, K hərfi dilimizdə 4 səs verir bizə. Birincisi elə K-nin özüdür. Bu çox vaxt, əgər K səsini verirsə, böyük ehtimal ki, sözdə, yəni əvvəldədir. Birinci samitdir ki, bu belə bir səs verir. Məsələn, kələm,
Məsələn, kitab. Baxın, hamısında birincidir. Birinci olanda elə çox vaxt Ç səsinin özünü vermiş olacaq. İkinci K-nın qarşılığı nədir? C samiti. Öz qarşılığını verə bilər. Məsələn, deyirəm ki, tutaq ki, elə bir söz yazaq ki, yəni çaşdırmasın bizi. Məsələn, qoşu samitli bir sözlərdə tutaq ki, yazıram səkiz. Bunlardan biri K qalır, biri axı C-yə çevrilməlidir. Olacaq nə? Səkiz. Rus-Avropa mənşəli sözlərdə bu hərf K səsini verir. Rus-Avropa mənşəli sözlərdə, məsələn, karusel. Tələffüzdə nə olacaq? Karusel. Konfet. Belə yazılacaq. Nə olacaq tələffüzdə? Konfet. Deməli, K-nı da dedik. Qaldı İx. Yəni bu səs. Yazıram çiçək. Tələffüzdə olacaq nə? Çiçək. Burada sizi nə çaşdıra bilər? Verə bilər ki, sözdə tapşırıq deyir ki, hansı variantda samit öz qarşılığı ilə əvəz olunmuşdur və belə bir söz verər. K-nin qarşılığı nədir? K-nin qarşılığı C-dir da. Amma burada baxın, K İx kimi tələffüz olunur. Bu onun qarşılığı deyil. Yəni testlərdə diqqətli olmaq lazımdır. K-nin qarşılığı nədir? C samiti. Ona görə də burada amma götürə bilərik. 8-də götürə bilərik. K-dir, qarşılığı C-dir. Amma bunu götürə bilməliyik. İxin qarşılığı Y-dir. Yəni Y İx kimi tələffüz olunsa deyərik ki, hə, qarşılığı ilə əvəz olunub. Belə. Aha, davam edirik və bir dənə də qaldı Y samiti. Bir dəqiqə, rəngini seçim. Aha. Q samiti bir də bizim qarşımıza Y samiti kimi çıxa bilər. Bu zaman da məsələn yazıram çörək sözünü. Çörək. Bundan sonra saitlə başlayan şəkilçi gəlirdi deyənə. Bu Q Y ilə əvəz olunacaq. Olacaq nə? Çörəyə. Bu qədər, yəni Q samitinin ifadə elədiyi səslərin sayı 5-dir və yenə də dediyim kimi, mənim qeyd elədiyim məqamlara diqqət eləsəz, topluda hər hansı bir səhvə yol vermərsiniz. Sadəcə burada diqqət məsələsi lazımdır. Gəlin keçək indi G hərfinə. G hərfi. G hərfinin də 4 belə deyim də ifadə elədiyi səs var. Birincisi elə G-nin özüdür. Məsələn, deyirəm ki, gələm. Tələffüzdə nə olacaq? Yenə də gələm. Burada baxın, olduğu kimi qalır. Burada qını yazın. Aha, ikinci ifadə eləyə bilər G öz qarşılığını. G-nin qarşılığı nədir? K səsi. Məsələn, deyirəm ki, rəqqas. Tələffüzdə nə olacaq? Rəqqas. Birincisi kar olaraq dəyişir, ikincisi olduğu kimi qalır. Yəni öz qarşılığı ilə əvəz oluna bilər. Üçüncüsü ola bilər ğı kimi tələffüz olunsun. Bunu da yazırıq. Məsələn, deyirəm ki, uşaq. Deyək. Aha. Yazıram ki, məsələn, qonaq. Artırıram saitlə başlayan şəkilçi. Olacaq nə? Qonağım. Və yaxud tələffüzdə belə də yaza bilərik. Qonaq, bir dənə ona saitlə ondan sonra başlayan söz artıraram. Məsələn, deyirəm otağı, qonaq otağı. Tələffüzdə nə olacaq? Qonaq otağı. Və burada q, x səsini də verə bilər. İndi onu da yazacağım. Sonra bir qaydanı izah eləyəcəm. X səsini verə bilər. Eyni şey gəlin belə yazaq. Məsələn, deyirəm ki, qonaq stolu. Tələffüzdə də burada s gəlib samit. Bu nə olacaq? Qonaq stolu. Qonaq. İndi sizdə belə bir sual yarana bilər ki, bəs niyə birində bu x oldu, birində bu ğ oldu? Gəlin bunun səbəbini izah eləyim. Əgər, baxın, bu q samitindən sonra sait gələrsə, bu şəkilçi də ola bilər, söz də ola bilər.
Bu cingiltili tələffüz olunmalıdır. Cingiltili olmalıdır deyənə bu olacaq ğı. Çünki sait gəlib. Sait bunu cingiltiləşdirəcək. Amma qıdan sonra samit gəlsə, samit, yenə də şəkilçi və yaxud söz bunun hər hansı bir fərqi yoxdur. Tələffüzdə bunu olacaq x. Artıq samit gəldikdə bu çarlaşmış olacaq. Bunu indi biz BDCC samiti ilə bitən sözlərə də aid eləyəcəyik. Onun qaydasında bunu izah edib bitirdikdən sonra izah eləyəcəm. Eləcə birinci onu izah edeyim, sonra qoşa samitli sözlərə keçərik. Baxın, dilimizdə B, D, C və C samiti ilə bitən sözlərdə müəyyən bir qaydamız var. Əgər bu samitlə bitən sözlərdən sonra, yenə də eyni qaydadır, sait gəlsə, buraya yazaq da B, D, C və C. Bununla bitir bir söz. Ondan sonra saitlə başlayan söz və yaxud şəkilçi gəlsə, bu səslər olduğu kimi qalacaq. Elə belə də qalacaqlar. Gəlin sadə bir nümunə götürək. Məsələn, deyirəm ki, corab şkafı. Sait gəlməlidir. Corab ipi. Və yaxud corabın. Görürsünüz, corab ipi desəm, bu dilimə biraz çətinlik törədir. Ona görə də olduğu kimi tələffüz eləməliyəm. Yəni, nə olacaq? Corab ipi. Yəni, olduğu kimi qalacaq. Bu, olduğu kimi tələffüz olunacaq. Və yaxud elə corabın. Corabın desəm qəribə olur və dilimə çətinlik vermiş olan. Fonetika isə dildəki çətinlikləri sevmir. Elə tələffüzdə nə olacaq? Corabın. Yəni, olduğu kimi tələffüz olunacaq. Əgər B, D, C, C ilə bitən samitlərdən sonra samitlə başlayan şəkilçi və yaxud samitlə başlayan bir söz gəlsə, burada artıq proses dəyişir. Samit gəlib deyənə bunlar çarlaşacaqlar. Bunlar cingiltili samitlər axı. Tələffüzdə nə olacaqlar? P, T, Ç və Ç. Məsələn, yazıram ki, tüfəng. Bunlar adi halda da kar tələffüz olunurlar da. Məsələn, tüfəng. Tüfəng. Bir də buna samitlə başlayan şəkilçi artırıram. Tüfəngdən. Tələffüzdə nə olacaq? Tüfəngdən. Bu C idi. K kimi tələffüz olunur. Burada da həmçinin samitlə başlayan şəkilçi gəlib deyənə K kimi tələffüz olunacaq. Amma baxın, bu qaydanı belə də yadınızda saxlayın. Deməli, B, D, C, C ilə bitən, samitləri ilə bitən sözlər var ki, bu sözlərdə əgər saitlə başlayan şəkilçi artırsam, elə B, D, C, C olduğu kimi tələffüz olunacaq. Və belə deyim də, hər hansı bir dəyişiklik olmayacaq. Yox, əgər bunlarla bitən sözlərə samitlə başlayan şəkilçi əlavə eləsəm, bunlar artıq çarlaşacaqlar. Çünki sait gələndə bunlar cingiltilidirlər, olduğu kimi qalmalıdırlar. Amma samit gələndə burada çarlaşma prosesi baş verməlidir. Amma bu qayda bütün sözlərimizə aiddir? Xeyr, istisna olan sözlərimiz var. Çox vaxt bir hecalı sözlərdə bu qayda keçərli deyil. Bu istisnadır. Amma istisna qaydanı dəyişirmi? Dəyişmir. Qayda var. Amma sadəcə bir hecalı sözlərin bir çoxunda, demək olar ki, 90%-də bu dəyişmə baş vermir. Məsələn, qab. Qaba saitlə başlayan şəkilçi artırıram. Nə olur? Qabı. Samitlə başlayan şəkilçi artırıram. Nə olur? Qabıda. Olduğu kimi də tələffüz olunacaq. Yəni, hər hansısa bir dəyişiklik baş verməyəcək. Məsələn, gerbdir, qabdır, gücdür.
yad, məsələn, bu tip sözlərdir ki, olduğu kimi tələffüz olunacaqlar. Bunlarda hər hansı bir dəyişiklik olmayacaq. Yenə də deyirəm, istisnalar qaydanı dəyişmir. Yəni qayda var. Bu qayda belə olduğu kimi qalır. Yəni ki, digər sözlərin hər birinə aiddir. Amma istisna bəzi sözlərimiz var ki, bunlarda bu qaydanı tətbiq etmək təəssüf ki, mümkün deyil. Gəldik qoşa samitli sözlərə. Eyni cinsli qoşa samitli sözlərdə hansı qoşa samitlərdə fərq olacaq, hansılarda olmayacaq? Gəlin əvvəlcə fərq olanlardan danışaq. Qoşa G-lər, bayaq ki, hansı ki buna nümunə yazmışdım. Qoşa K-lər, qoşa T-lər, qoşa P-lər, bir də qoşa Y-lər var. Y-ləri indi ayrıca izah edəcəm. Əvvəlcə bunları izah edeyim, çünki bunlarda qayda eynidir. Qayda nədir? Qoşa G, Ç, T və P samitlərində birinci samit kar olmalıdır. Birinci samit kar. İkinci samit cingiltili olaraq dəyişməlidir. Birinci kar, ikinci cingiltili. Yəni, baxın, bu cingiltili samitdir. Necə olacaq? K, G. Bu da bu kardır. Burada necə olacaq? Ç, bunun ikincisi dəyişəcək. Bu da kardır. Necə olacaq? Birinci kar, ikinci dəyişib olacaqdır. Bu da kardır. Birinci nə olacaq? Kar, ikinci olacaq nə? Cingiltili. Məsələn, tap bıltı və yaxud səkkiz, bayaq qeyd eləmişdik, və yaxud saqqız. Görürsünüz? Yəni, birincisi kar olacaq, ikincisi cingiltili olacaq və belə dəyişəcəklər. Gəlin qoşa Y-lərdən danışaq. Qoşa Y-lərdə necə olur vəziyyət? Yazıram qoşa Y-lər. Bunlarda vəziyyət biraz fərqlidir. Əgər qoşa Y samiti sözün tərkibindədirsə, sözün tərkibi. Əgər sözün tərkibindədirsə, elə qoşa Y olduğu kimi qalacaq. Yox, əgər qoşa Y-lər İyyat və İyya və yaxud da belə də bu şəkilçilərin tərkibindədirsə, bunlardan biri düşəcək və tək Y olaraq tələffüz olunacaq. Gəlin bir nümunəyə baxaq. Məsələn, götürürəm bir söz, niyyət. Niyyət. Bir kökün tərkibindədir, elə deyil. Kökün tərkibindədir deyənə elə qoşa Y olduğu kimi tələffüz olunacaq. Amma gəlin götürək nəzəriyyə sözünü. Baxın, İyyənin tərkibindədir. Necə olacaq? Nəzəriyyə. Ədəbiyyat. İyyatın tərkibindədir. Baxın, şəkilçi tərkibindədir. Necə olacaq? Ədəbiyyat. Bir də gəlin sizə biraz istisnalardan danışım. Bayaq sizə qeyd eləmişdim ki, deməli, qoşa G-larda dəyişir olur KG kimi. Amma bəzi istisna sözlərimiz var ki, bunlarda qoşa G olsa belə, bu necə tələffüz olunacaq? X kimi tələffüz olunacaq. X. Bunun da səbəbi nədir? Hansı ki, birinci videoda da sizə an sözündə bunu göstərmişdim. Eyni şey indi buradakı qoşa G samitinə də aid olur ki, ola bilər ki, bir sözün son hərfi, mürəkkəb bir söz olar, mürəkkəb bir söz. Bunun son hərfi G olar, bunun da birinci hərfi G olar. Və bu artıq KG kimi yox, XG kimi tələffüz olunacaq. Məsələn, deyirəm ki, balıq, qulağı. Baxın, bu Q ilə bitib, bu biri də Q ilə başlayıb və tələffüzdə nə olacaq bu? Balıq, qulağı. Və yaxud bizim yəni xalq olaraq çox insanda, yəni səhv tələffüz olunan sözlərdən biridir ki, bu ayaqqabı. Hansı ki, ümumiləşdirək bir sözdür və bunu ayaqqabı deyirik. Elə deyil. Bu da eyni sözdür. Baxın, Q ilə bitib, bu biri də Q ilə başlayıb. Hansı ki, bunu bayaq G samiti haqqında danışanda demişdim ki, əgər G-dən sonra samitlə başlayan söz gələcəksə, bu X kimi tələffüz olunacaqdır. Hansı ki, bayaq
qeyd eləmişdim onu sizə. Bu da eyni qaydadır. Nə olacaq? Ayaqqabı. Yəni ayaqqabı deyil bu. Ayaqqabıdır. Yəni burada da yenə də deyirəm, istisna qaydanı dəyişmir. Əslində qaydada qoşa qeyd isə biri K, biri Q olmalıdır. Amma bu o qaydanın belə deyim də istisnası hesab oluna bilər. Gəlin indi keçək. Sözün sonunda qoşa samit olarsa biz onda nə etməliyik? Sözün sonunda ola bilər ki, məsələn, fən sözüdür, his sözüdür, sir sözüdür. Bu sözlərdə əgər biz saitlə başlayan şəkil çıxartırsaq, hər hansı bir fərq olmayacaq. Məsələn, deyirəm ki, fən, fənnə. Fənnə. Olduğu kimi tələffüz olunur. His, hissi. Olduğu kimi tələffüz olunur. Yox, əgər samitlə başlayan şəkil çıxartırsaq, bunlardan biri düşəcək. Məsələn, sirrə cəm şəkil çıxartıram. Nə olacaq? Sirlər. Burada da yenə bizim bir istisnamız var ki, bu his sözüdür, his sözü. Bildiyimiz kimi his sözü də var, duyğu mənasında. Bir də var his, kömürün hissi deyirik, bax o mənada. Bu bir sı ilə yazılır, bu iki sı ilə yazılır. Ona görə bunlara şəkil çıxartırıldıqda müəyyən qədər, belə deyim də, qarışıqlıq yarana bilər. Ona görə bunlarda hər hansı bir düşmə prosesi baş verməyəcək. Yəni bu hisslər, bu da hisslər olaraq tələffüz yazılacaq. Yəni biz bunu çaşdırmamalıdır da. Bunu səhv eləmirəmsə topluda norma suallarının birində var idi. Hansında fonetik norma pozulub deyirdi. Məsələ bu sözdən gedirdi. Orada iki məna bu idi, amma bu söz yazılmışdı. Ona görə səhv hesab olunurdu bu. Daha doğrusu bu leksik norma hesab olunur artıq. Belə. Yəni, samitlər haqqında deyəcəklərimiz bu qədər idi. Bunlardan ümumi məlumat verdim hər birinizə. İndi gəlin keçək, vurğudan danışaq. Vurğudur və hecadır, bir də ahəng qanunudur. Bunların hər biri, hecanı da yazın, vurğunu da yazın. Bunlar bizim saitlə, ahəng qanunu saitlərdə izah eləmişdim. Hecadır, vurğudur, saitə görə müəyyən elədiyimiz şeylərdir. Vurğu nədir ümumiyyətlə? Vurğu hecalardan birinin digərlərinə nisbətən daha sərt tələffüz olunmasıdır. Hecanın, daha doğrusu vurğunun 3 növü var. Heca vurğusu, bu sizə çox da lazım deyil, sadəcə ümumi məlumat verirəm. Heca vurğusu, məntiqi vurğu, hansı ki, bunu ədəbiyyatçılar bilirlər. Bir də var həyəcan vurğusu. Həyəcan vurğusu. Heca vurğusu sözdə olur. Məsələn, kitab sözündə vurğu, kitab sondadır. Kitab. Görürsünüz, tələffüzdə nə edirəm? Daha sərt tələffüz eləyirəm də. Bu arada hecadır, vurğudur, ahəng qanunudur. Bunlar sözün yazılışı əsasında müəyyən olunur. Bunu videonun sonunda sizə qeyd eləyəcəm. Məntiqi vurğu isə cümlədə sözlərdən birinin digərinə nisbətən daha sərt deyilməsidir. Məsələn, deyirəm ki, mən evə gedirəm. Baxın, evə sözü digərlərindən daha belə fərqli tələffüz olunur. Mən evə gedirəm. Həyəcan vurğusu isə sizə lazım deyil. Yəni, həyəcan vurğusunda necə olur? Cümlədə hər hansı bir ifadəni və yaxud bir, necə deyim, hissəni daha həyəcanlı göstərmək üçün daha digərlərinə nisbətən sərt tələffüz olunan hissəyə deyilir. Yəni, bu həyəcan vurğusu sizə o qədər də lazım deyil. Məntiqi vurğu da ədəbiyyatda biraz bizə lazım olur. Heca vurğusu isə bizim əsas təməlimizdir. Belə. Hecada isə heca sait səslərin hesabına müəyyən olunur və sözdə nə qədər sait hərf varsa, o qədər də hecamız var deməkdir. Məqam olur. Yazılış əsasında müəyyən olunur deyə, yəni mən bunu hərflə deyəcəm. Məsələn, deyirəm ki, kitab sözünü yazaq. Neçə dənə sait hərfimiz var? 2 dənə. Deməli, 2 hecamız var bu cümlədə. Və ola bilər ki, bəzən çaşdırmaq üçün deyirlər ki, samitlər də heca yaradır. Məsələn, bir sözdə ki də burada heca, çıdır, samitdir, i, saitdir, elə deyil. Formalaşmasına kömək eləyə bilər. Amma əsasən bizim hecalarımızı sait səslərimiz müəyyən eləyir. Bu da ümumi fonetika haqqında məlumat. Bir də ən sonda bunu deyim ki, fonetikanın ümumi bildikdən sonra bildiyimiz kimi testlərimiz fonetik təhlil üzərində qurulur. Fonetik təhlil üzərində qurulur və fonetik təhlildə biz
Yazı əsasında hecanı, vurğunu və ahəng qanununu müəyyən edirik. Heca, vurğu və ahəng qanunu. Bunlar nədir? Yazı əsasında müəyyən olunur. Amma digər bütün proseslərdir ki, kar, cingiltili samit olsun, uzanmadır filan. Bunların hər biri sözün tələffüz forması əsasında müəyyən olunacaq. Yazı əsasında isə biz nəyə baxacağıq? Hecaya, vurğuya və ahəng qanununa. Belə fonetikanı ümumi danışdım. Birinci videoda yenə də qeyd edirəm, ümumi fonetika haqqında məlumat vermişəm. Sait səslərdən danışmışıq və ahəng qanunundan danışmışıq. Bu videoda isə samitlərdən danışdıq, hecadan danışdıq, vurğudan danışdıq. Belə və sonda da ümumi fonetik təhlil haqqında sizə məlumat vermiş oldum. Beləliklə fonetikanı yekunlaşdırdım. Yenə də qeyd edirəm. Üçüncü əgər hissəni çəkəsi olsam, orada fonetika haqqında ümumi biliklərdən danışacağam. Amma ola bilsin ki, o video bütün bölmələri çəkib bitirdikdən sonra gəlsin. Ola bilsin ki, elə bu videodan sonra onu da çəkdim. Belə ki, əgər belə videolar xoşunuza gəlirsə, rəy qismində fikirlərinizi